Xoş gördük sizləri. Mən Firdovsi. Mövzumuz yenə də əmlakdır. Bu verilişdə sizinlə kommunal xidmət haqqılar barədə danışacağıq. Bu mövzuda müzakirələr aparırıq, iradlar səsləndiririk, yenə də boşluqlarla dolu olan qanunvericiliyimizə referanslar eləyirik. Bəzilərimiz deyir ki, mən daha əvvəl 5 mərtəbəli binada qalırdım. JK bəzən illik 20 manat ödəniş eləyirdim, heç onu eləmirdik də. Nə oldu ki, hal-hazırda keçmişik yeni tikilmiş binaya, buradan bizdən 50 manat, 60 manat, 40 manat kommunal xidmət haqqı tələb edirlər. Mən bunu ödəmək istəmirəm. Və bəzilərimiz qanunvericilikdən referans gətirərək deyir ki, xidmət göstərən şirkətin və ya MTK-nın hüququ yoxdur ki, bu pulu məndən alsın. Bəzilərimiz deyir ki, o pulumuz hara gedir və s. və ilaxır. Əzizlərim, bəhanə axtarırıqsa, siz o pulu ödəməyə bilərsiniz. Bəli, qanunvericiliyə əsasən heç bir MTK-nın, xidmət göstərən şirkətin o pulu sizdən zorla almaq mexanizmi mövcud deyil. Bu gözəl xəbərdir, eləmi? Amma bilmiş olun ki, siz və ailəniz liftdən istifadə edərkən o liftin elektrik enerjisinin pulunu sizin yan qonşunuz ödəyəcək. Onu da bilin ki, siz bu ödənişdən imtina etdikdə 8-ci, 15-ci mərtəbəli mənzilinizdə, sanuzelinizdə istifadə etdiyiniz təzyiqli suyun elektrik pulunu sizin alt qonşunuz, sizin ailəniz üçün ödəmiş olacaq. Əgər bu sizin xoşunuza gəlmirsə, elə isə diqqətlə qulaq asın. Gəlin, işin praktik tərəfində sizinlə bir analiz aparaq. Ekrana diqqətlə baxın. Fərz edək ki, hər bir blokunda 90 evin olduğu 2 bloklu 16 mərtəbədən ibarət kompleksdə yaşayırıq. Bu 180 evdə qalan insanların hər biri vaxtında kommunal xidmət haqqılarını ödədiyini fikirləşək ki, bu belə olmur. Saat kimi işləyirlər, vaxtından əvvəl gətirib ödənişlərini edirlər. Və hər bir evdən də 35 manat ödəniş xahiş olunur. Beləliklə, ideal vəziyyətdə toplanan büdcə 6300 manat təşkil edir. 2 xadiməmiz bu binalarda xidmət göstərəcək olarsa, onların qros əmək haqqıları 1100 manat təşkil etsin. 3 təhlükəsizlik xidmətimiz olsun, onların qros əmək haqqıları 2000 manat olsun və ya 2100 manat. Bir komendantımız olsun, qənaət məqsədi ilə o komendantımız həm mühasibatlıq, həm kadrlar, həm vergi hesabatını aparmış olsun. Bunun da qros əmək haqqısı 1500 manat olsun. Təmizlik materiallarına aylıq 300 manat xərcləyək. 4 liftimiz olsun, onların hər biri, çünki 2 blokludur dedik axı, hər birində 2 lift olmuş olur. Toplam 4 liftimiz, hərəsi 250 manat elektrik enerjisi istifadə edərsə, toplam 1000 manat elektrik enerji məsrəfimiz yaranır. Nasoslar və ümumi işıqlandırmanın elektrik məsrəfləri 120 manat təşkil etsin. Bir də ki, cəmisi 1000 manat hər ay amortizasiya ayıraq. Bu nə deməkdir? Liftlərin hansısa birinə təmir ehtiyacı olarsa, ümumi ərazidə şüşələr qırılarsa, onu təmir edirik. Nəzərə alın ki, liftin bir platası 1500-2000 manat və bəzən də olsun 600-700 manatdan aşağı olmur. Toplam xərclərimiz ekranda görürsünüz ki, nə qədərdir. Və bu, ideal vəziyyətdə toplanan məbləğdən daha yüksəkdir. Bir də biz bu cədvəli hazırlayarkən diqqətinizi bir şey çəkdisə, bizə bu gözəl kommunal xidməti göstərən yoldaşlar heç bir kar marjı əlavə etmədik. Etmiş olsaydıq, heç olmasa kar marjı olaraq bunu idarə edən şirkət heç olmasa 2000-3000 manat qazanmaq istəyəcəkdir. Bunları da əlavə edərsək, qiymətlər fantastik həddə gəlib çıxır. Bu işlərdən çıxış yolu nədən ibarətdir? Əgər istəyiriksə ki, bizə normal xidmətlər göstərilsin, hər şey qaydasında olsun, istismara yararlı olsun, daim saz vəziyyətdə olsun. Mütləq və mütləq aşağıdakı islahatlar aparılmalıdır. 1. Binalar
istismara təhvil verildiyi andan etibarən ki, bina sakinlərin təmirinə təhvil verildi və ya təmirli binadır, hələ çıxarışlarının olub-olmamasından asılı olmayaraq, axı biz ondan istifadə edirik, andan etibarən kommunal xidmət haqqılar hesablanmalıdır, əgər biz haqq axtarırıqsa. Və bu kommunal xidmətlərin qiymətləri isə bu şəkildə olsa daha doğru olar. Üçüncü tərəflər gəlib o binada ümumi ərazinin ölçümlənməsini, hesablanmasını aparır və oranın xərclərini müəyyən edir, o ərazi üzrə bölgüsünü aparır. Yəni ki, üçüncü tərəf gəlib hesablayır ki, burada elektrik enerjisinə nə qədər məsrəf lazımdır, maaş büdcəsi nə qədərdir, amortizasiya nə qədərdir və oradakı mənzillər arasında onların ölçüsünə müvafiq bölgü aparılaraq bu hesablanır. Və yaxşı olardı ki, bu istiqamətdə qanunvericilərdə də məcbur edici bir nüans olsun. Necə olur ki, dövlətimiz haqlı olaraq, baxın, nahaq yerdən demirəm, haqlı olaraq Azərişıq, əgər biz elektrik enerjisinin ödənişini 2 ay yubandırarsaq, ödəməsək, elektrik enerjisindən məhrum oluruq. Smart sayğacımızda balansımız bitərsə, qazımız olmur. Necə olur ki, kommunal xidmətləri ödəmədən biz xidmət tələb edirik. Burada əgər haqq axtarırıqsa, burada nə cürsə bir məcbur edici mexanizm olmalıdır ki, insanlar yaşadığı evlərdə aldıqları xidmətə görə kommunal xidmət haqqı ödəsinlər. Əgər bunun fantastik rəqəmlərdən ibarət olmağını istəmiriksə, o zaman qanunvericilikdə belə bir əlavələr də etmək olar. Misal üçün, əhaliyə satılan elektrik enerjisi tarifləri ayrıdır. Eyni əhaliyə o evdə istifadə etməsi üçün liftlərdə istifadə olunan elektrik enerjisinin tarifləri kommersiya tariflərindən müəyyənləşdirilir. Bu əhaliyə xidmət olduğu üçün ola bilsin ki, təkliflər olsun ki, bu rəqəmlər dəyişdirilərək yenə də əhaliyə xidmət göstərildiyi nəzərə alaraq əhali qiymətindən satılsın. Bir başqa istiqamət isə burada vergilərinə hansısa bir məhdudiyyət gətirilə bilər və ya sadəcə və sadəcə onun qazanc hissəsindən vergilər tutula bilər. Bu verilişimizi də bəyəndinizsə, bəyənməyi, paylaşmağı unutmayın. Şərhlərinizi gözləyirik. Gələn verilişdə görüşənədək.